B variantı 64 nömrəli test nümunəsi. Choose the correct tense form. Doğru zaman formasını seçin. David, boşluq, a book, when his mother entered the room. Burada biz tabeli mürəkkəb cümlənin işləndiyini görürük. When his mother entered the room. Anası otağa daxil olanda. Və baş cümlədə verilən boşluğu tamamlamaq gərəkir. Yəni, müvafiq zamanı seçmək lazımdır. Bunun üçün abituriyentlərimiz budaq cümlədə verilən feilin zamanına diqqət yetirməlidirlər. Entered, daxil oldu. To enter, daxil olmaq feilinin keçmiş zaman formasıdır. Cümləmiz keçmiş zamandadır. İngilis dilində zamanların uzlaşması qaydasına əsasən, əgər cümləmizdə keçmiş zaman işlənmişsə, yəni cümlədə keçmiş zamanlı feil varsa, onda cümlənin digər hissələrində də mütləq keçmiş zamanlardan biri istifadə olunmalıdır. Bu qaydaya uyğun olaraq A bəndində reads, yəni to read feilinin present simple indiki sadə zaman forması təkdə S qəbul etmiş formasını görürük. Is reading present continuous indiki davam edici zaman formasının üçüncü şəxsin təkində olan formasını görürük. Has read indiki bitmiş zaman, yəni present perfect zamanın üçüncü şəxsin təkində olan formasını görürük. Və Y bəndində has been reading indiki bitmiş davam edici zaman, yəni present perfect continuous zamanın üçüncü şəxsin təkində işlənən formasını görürük. Adlarından göründüyü kimi bu zamanların hamısı indiki zaman olduğu üçün yanlış cavablardır. Bizə keçmiş zaman lazımdır. Ona görə burada D bəndində verilən was reading keçmiş davam edici zaman, yəni past continuous zamanını düzgün götürürük və cümləmiz bu şəkildə qurulur. David was reading a book when his mother entered the room. David kitab oxuyurdu anası otağa girəndə. Anası otağa girəndə David kitab oxuyurdu deyə cümləmiz bu şəkildə tərcümə olunacaq və 64 nömrəli test nümunəsi doğru cavab D bəndidir.